Hamıya salam, Texnobro'da yeni video və mən Valif buradayım və texnoloji yeniliklər arasında ən çox müzakirə olunan, qarşıdan gələcək yenilik bu da əlbəttə ki iPhone 17-dir. Artıq bu yay ərəfəsində, yəni yaydakı sentyabr gözləmə rejimidir. Çünki yayda hamı baş sındırır konkret olaraq. Nə olacaq sentyabrda? Sentyabrda isə yeni iPhone 17 olacaq. Və iPhone 17 necə olacaq? Hansı yeniliklər olacaq? Bu mövzu demək olar ki iPhone 16 çıxandan bəri aktualdır, amma getdikcə daha da reallaşır, daha çox şayiələr var və daha çox sızmalar var ki, bugün də mən bu sızmalara əsasən iPhone 17-də hansı yeniliklər bizi gözləyir, bax bunları sizə danışacağam. Ona görə də hazırlaşın, çayınız, nəyiniz varsa orada, süzün gəlsin necə dəllər və başlayaq. Elə ilk sızmada getdikcə daha da çox səslənən şayə də açığı mənə qəribə gəldi və mənə çox belə təzadlı, hətta az inandığım şayələrdən biridir. Deyirlər ki, iPhone 17-də Apple Titandan çıxıb alüminiuma keçəcək. Bu da biraz qəribədir çünki alüminium titandan daha az premial, daha biraz sadə və ucuz, daha çox istifadə olunan, daha da büdcəli modellərdə istifadə olunan bir material olduğu üçün adam fikirləşir ki, niyə axı bunu etsin? iPhone 15 modellərindən etibarən və artıq daha sonra iPhone 16-da, sonuncuda da Titan korpus iPhone-un bəhbəhlə təqdim etdiyi bir yenilik idi. Titan çox möhkəmdir. Bəli, bahalıdır. Əlbəttə ki, alüminium ondan ucuzdur və alüminium ondan prinsipcə nəzəriyyədə daha yaxşı istini yaya bilir. Yəni istini toplamır və daha az qızan bir materialdır. Bu kimi üstünlükləri var və daha praktikdir. Yəni çünki hər halda alüminiumu hazırlamaq, onu istehsalatda daha ucuz etmək daha rahatdır, nəinki titan. Amma yəni Apple özü oradan çıxıb yenidən alüminiuma qayıtmağı da biraz mənə açığı biraz az inandırıcı gəlir. Hər halda alüminiumdan vaxtilə istifadə etmişəm və bu cür telefonlar dəhşətli dərəcədə cızıqlara məruz qalır. Çünki alüminium həm də çox yumşaq bir metaldır titandan fərqli olaraq. İkinci danışmaq istədiyim yenilik, bu artıq inandırıcı bir şeydir. Çox güman ki, bu belə də olacaq. Əlbəttə ki, Apple-un növbəti nəsil prosesoru. Bəli, iPhone 17-də artıq məntiqlə A19 Pro prosesoru qoyulacaq. Yəni Pro modellərindən danışırıq. Və əlbəttə ki, o daha müasir olacaq, yeni nəsil olacaq. 3 nanometrli chex proseslə olacaq və s. Əlbəttə ki, oyunlarda və digər proseslərdə daha yaxşı işləyəcək, daha böyük bir performans göstərməli prosesor. Amma əsas məsələlərdən biri və əminəm ki, təqdimatda buna dəhşətli dərəcədə çox yer ayıracaqlar. Çünki son illərdə bu trenddir. Bu əlbəttə ki, süni zəkadır. Bəli, AI sözünü hər kəs eşidir. Telefon təqdimatlarında, istər Samsung olsun, istər Xiaomi olsun, istər Apple olsun, fərq yoxdur. Hamısında bütün təqdimatlar ancaq əsas söz AI-dir, yəni süni zəka. Əlbəttə ki, 16-cı model sırasında Apple AI-yi gətirdi, Apple Intelligence adlandırdı onu. Amma gəlin alışaq ki, indi xüsusilə 16-cı seriyadan istifadə edənlər də gördülər ki, 15-də də istifadə edənlər gördülər ki, o deyil. Yəni şişirdilmiş, o təqdim olunmuş kimi wow, yenilik, inqilabi bir şey yoxdur. Bəli, ChatGPT-lər var, Google-un da sistemi var və s. çoxlu servislər var. Bunlar kənar servislərdir. Amma iPhone-un özündə də bir AI özəlliyi olmalıdır. Bir ekskluziv olmalıdır. Xüsusilə Apple özü deyirdi ki, bizim telefonlarımız o qədər güclüdür ki, orada hətta internetə qoşulmadan, yəni kənar serverlərdən də istifadə etmədən, çünki bilirsiniz ki, bu ChatGPT falan, bunlar hamısı kənar serverlərdə yerləşən məlumatlar, ya şəkillər düzəldirsə, videolarda bütün emallar daha güclü prosesorlara olan, güclü içaatı olan serverlərdə olunub, daha sonra yüklənir sizin telefonunuza. Amma Apple dedi ki, bir çox prosesləri bizi o qədər güclüdür ki, bizim telefonumuz. Bir çox məsələləri AI-da biz məhz smartfonun özündə edəcək. Amma reallıqda biz nə gördük? Yəni şəkillər düzəltmək, nə bilim, emoji düzəltmək, nə bilim, hərəkətli emojilər, nə bilim, istədiyin emojini düzəltmək falan. Yəni bu demək olar ki, heç kimə lazım olmayan bir oyuncaqdır. ChatGPT falan hər bir telefonda var. Daha sonra Siri özü ağıllı olmadı, AI olmadı. Daha sonra şəkildən hansısa artıq elementi götürmək, yəqin internetdə videolar doldu, görmüsünüz ki, heç də yaxşı işləmir. Əksər hallarda hətta Samsung-un AI-ı bu cür şəkillərdə daha yaxşı işləyir, daha uğurlu işləyir və Google-un AI-ı. Yəni bu gördük ki, 16-cı seriyada AI o deyil. Ona görə də bütün ümidlər məhz iPhone 17 Pro-yadır ki, orada doğrudan da Apple artıq öz komandası ilə birlikdə bu AI-ı normal bir səviyyəli, adına uyğun bir səviyyəyə çıxara bilər.
Yenilik nömrə 3, iPhone 17 Pro-larda ilk dəfədir ki, RAM 12 GB-a qədər çatdırılacaq. Bu Apple tarixində wow yenilikdir. Yəni elə bir RAM o qədər heç vaxt olmayıb modellərdə. Androidlərdə bu bilirsiniz ki, çoxdan var. Çin istehsalçıları kim istəyir onu artıq 12 də qoyur, 12-dən artıq da qoyur. Amma Apple-da bilirsiniz ki, RAM sistemi, iOS sistemində RAM, yəni söhbət operativ yaddaşdan gedir. O biraz başqa cür işləyir. Ona görə də həmişə daha da stabil iş sərgiləyir. Necə deyirlər? Təbii ki, bu daha da ağır proqramlar, yenə də süni intellektli oyunlarda da daha yüksək performans göstərməyə kömək edəcək. Bu da inandırıcı bir sızmadır. Yenilik nömrə 4 ondan ibarətdir ki, ilk dəfə iPhone 17 Pro-da Apple özünün istehsal etdiyi Wi-Fi və Bluetooth çipləri quraşdıracaq. Bilirsiniz ki, modemlərin artıq demək olar ki, özlərinkindən keçdilər və həmçinin indi də Wi-Fi-ın, Wi-Fi 7 standartlarına uyğun olan öz çipini və Bluetooth çipini də öz istehsalını qoysa, ümid edirik ki, bu həm Bluetooth qoşulmada, həm də internet qoşulmada da daha stabil, daha sürətli bir işləmək olacaq. Hər halda bu bizim xeyrimizə olacaq. Bu da prinsipcə inandırıcıdır. Yenilik nömrə 5, bu artıq gamer sevərlər üçün. Bəli, oyun sevərlər yaxınlaşın. Çünki iPhone 17 Pro Max-da şayələrə, sızmalara əsasən soyutma sistemi daha da təkmilləşdiriləcək. Bilirsiniz ki, bu ən çox qrafik işlərdə, video montajda və oyunlarda lazım olan bir şeydir. Bəli, qızma olmasın deyə soyutma sistemində artıq hibrid sistem olacaq. Deyilənə görə həm buxarlama kamerasından istifadə olacaq, həm də qrafit materialından istifadə olunan bir laylardan istifadə olacaq. Bunların hər biri, yəni bu hər iki elementi birlikdə hər halda ağır oyunlarda və xüsusilə yenidən video montajda, elə yeri gəlmişkən hansısa şəkillərin, videoların generasiyasında da hər bir ağır işdə müsbət təsir göstərəcək. Video demişkən, yenilik nömrə 6 isə elə kameralarla bağlı olacaq. Gəlin keçək kamera yeniliklərinə. Artıq teleobyektivdə, yəni zoom kamerada da iPhone 17 Pro seriyasında 48 megapikselli olacaq və buna görə də ümid olunur ki, itkisiz 10 qat zoom bizi gözləyir 17 Pro-da. Çünki indikilərdə 16 Pro-da maksimum itkisiz 5 qat zoomdur. Bax, bunu eləsə Apple ümid edirik ki, 10 qata çatdıra biləcək. Çünki bu zoom davası bilirsiniz də, Samsungla Apple sevərlər arasında həmişə gedir. Bizdə zoom daha güclüdür, bizdə 100x-dir, 200x-dir falan. Əgər bu məsələnin dalınca qaçsa, Apple yəqin ki, bu yeniliyə də əl atar. Yenilik nömrə 7 də yenə də kamera ilə bağlıdır. Yenə də video ilə bağlıdır. Deyilənə görə daha müasir prosesor, daha böyük RAM, daha yaxşı soyutma sistemi nəticəsində Apple Pro və Pro Max-da 8K çəkilişini gətirəcək və nəticədə əlbəttə ki, bu 4K, 8K rəqabətində bir addım da qabağa digərlərinə ya çatacaq, ya da ki, qabaqlayacaq. Hər halda bunu daha yaxşı etsə. Hər halda ümid edirəm ki, bəzi Android smartfonlarında kimi, ad çəkmək istəmirəm, 8K rejimi olarsa, bunlarda 8K rejimdə onlarda kimi stabilləşdirmə sistemi söndürülməyəcək. Yəni stabilləşdirmənin işi qalacaq yerində, 8K-da öz yerində. Bax, bu olsa olacaq. Həmçinin selfie videolar sevənlər üçün də yaxşı xəbər də ondan ibarətdir ki, yenilik nömrə 8 ön kameranın təkmilləşdirilməsi ilə bağlıdır. Deyilənə görə 24 megapiksellə çatdırılmalıdır ön kameranın sensoru. Əlbəttə ki, daha yaxşı foto, videolar ön kamera ilə əladır. Yenilik nömrə 9 ekran şüşəsinin daha da təkmilləşdirilməsindən ibarət olacaq. Belə ki, burada anti-blik, yəni belə deyək də, kölgə və əks olunan bu işıqlar falanlar, bunlara qarşı bir örtü olacaq yeni iPhone-larda və şüşənin qorunması baxımından da yenə də iPhone bütün digər smartfonlarla müqayisədə daha möhkəm keramik şüşə tətbiq edəcək. Bu arada elə yeni bir video çıxıb, yəni Apple bir sıra yeni promo videoları çıxarıb, rəsmi öz kanallarında paylaşıb ki, və onlardan biri 4 məsələyə, hansı ki, bu Apple smartfonlarını digər smartfonlardan üstün edir. Onlardan birini də məhz elə şüşəyə həsr edib. Bu videoların birində deyilir ki, bəli, bu dəqiqə bazarda ən möhkəm, yəni məhz zərbəyə və cızıqlara davamlılıq baxımından ən möhkəm ekran şüşəsi də məhz iPhone-dadır. Bəlkə də elə bu da bütün bu faktorlar nəticəsində həmin bu şayə elə düz çıxacaq sentyabrda. Və nəhayət yenilik nöqtə 10, bəlkə də birinci olmalıydı bu yenilənmiş dizayn. Yəni, indi də dizayn yenilənməsi demək olar ki, bilirsiniz, ancaq kamera blokundan ibarətdir. Bu mənada iPhone 17-də Pro və Pro Max-lardan gedir söhbət. Deyilənə görə, şayələrə görə kamera bloku dəyişəcək. Artıq öyrəşdirmişik ki, o telefonun sol yuxarı küncündədir, ya 3 ya 2 kamera olur. Bu dəfə isə telefonun eninə yerləşdiriləcək kameralar. Bu maraqlıdır. Artıq müxtəlif bu şəkilləri görürsünüz,
müxtəlif növ konseptlər hazırlanır, şayiələr, hətta mulyajlar var, hazır bir konseptlər də insanlar düzəldirlər ki, bax belə olacaq, 100% belə olacaq filan. Bilmirəm, bu doğrudur yoxsa yox. Hər halda bu yetəri qədər fərqli bir addım olacaq Apple tərəfindən. Apple adətən çox kəskin dizayn dəyişiklikləri eləmir. Yəni öyrəşdiyi o hamının tanıdığı bu iPhone-un 3 kamerası kimi dizayndan qaçacaqmı? Belə bir cəsarətli və riskli addım atacaqmı? Bir çoxları çünki əgər bu dizayn olarsa deyir ki, Google Pixel-ə oxşayacaq və s. və axır. Yəni Apple da xoşlamır ki, onu kimlənsə müqayisə eləyəndə, yəni artıq filan telefon kimi olacaq və hər şey çox fərqli etməyə xoşlayır deyə bu şayəyə açığı mən tam da inanmıram. Demirəm ki, olmayacaq, hər şey ola bilər, amma tam da inanmıram. Sanki mənə görə Apple üçün bu çox belə cəsarətli və belə kəskin bir addım olacaq. Bu qədər birdən-birə etməyəcək. Düşünürəm. Siz nə düşünürsünüz və ümumiyyətlə bu şayələrin hansı birinə siz inanırsınız və realdır, ya da ki, heç inanmağınız gəlmir. Bütün bunları sizin kommentlərdə sizin fikirlərinizi məmnuniyyətlə görmək istəyirik və oxumaq istəyirik. Xoş şərhlərə görə təşəkkür edirik dostlar. Ümid edirəm ki, şərhlərdə bir-birinizə qarşı da hörmətlə yanaşacaqsınız və növbəti videolarda görüşərik. Hələlik.